Onu heç bir dövlət orqanı sizə icazə verməyib. Mən bunu məsuliyyətimlə deyirəm. Mübahisənin yaranmasına səbəb Moskva univermağında aparılan təmir işləridir. Ticarət mərkəzinə bitişik sonradan tikilən mağazalar və daxildə görülən işlər binanın ümumi görünüşünü dəyişməklə yanaşı, onun dayanıqlığını da sual altında qoyur. Moskva univermağının daxilində və xaricində gedən o icazəsiz təmir işləri ilə əlaqədar daxildə gedən ticarət sahəsinə aid olmayan hissədə inzibati otaqlar da deməli ara kəsmə divarları dağıdılaraq yeni ticarət sahəsi yaradılır və həmçinin də döşəmə hissədə dağıdılaraq orada yenidən döşəmə hissə yaradılır. Qurumdan o da bildirildi ki, görülən işlər icazəsizdir. Xüsusi qorunan binalarda bu tipli təmir bərpa işləri görülməzdən öncə müvafiq dövlət qurumları xəbərdar edilməli və razılaşdırılmalıdır. Tarixi abidədə razılaşdırılmadan geniş miqyaslı təmir söküntü işlərinə başlanıldığı aşkar edilib və buna görə də faktla bağlı xəbərdarlıq edilib. Xəbərdarlıqlara baxmayaraq təmir işləri davam etdirilib. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə uyğun olaraq mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan təmir işləri aparıldığına görə protokol tərtib edilib və Nəsimi rayon məhkəməsinə göndərilib. Ticarət mərkəzinin sözçüsü isə deyilənlərlə razılaşmır. Deyir ki, burada heç bir qanuna zidd əməl yoxdur. Təmir işləri görülməzdən əvvəl rəsmi formada dövlət qurumlarına müraciət edilib və icazələr alınıb. Hər biri qanuni şəkildə sənəddir, sübutdur, bütün dövlət qurumlarına müraciət olunur və dövlət qurumlarına müraciət olunandan sonra onlara verilən bizə icazələr əsasında buradakı, belə deyək ki, şöbələrimiz, bölmələrimiz bu inşaatı həyata keçirib. Mən hal-hazırda aktla tanış olmamışam, birazdan tanış olacağım və ona görə də əlbəttə ki, dediyim kimi, dövlətimizin qanunvericiliyinin bizə verəcəyi, belə deyim, təklifləri nəzərə alaraqdan razılaşdırılma yolu ilə hər bir məsələmiz həll olunacaq. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanuna əsasən abidələrin bədii estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri dövlət xidməti tərəfindən təsdiqlənəndən sonra aparılmalıdır. Qasım Xuluflu, Zamin Novruzov, İTV Xəbər.